Hamınıza salam əziz dostlar. Yeni il münasibəti Şamra. Dünya Azərbaycanlılarının yeni ili. Evdə səs-küy. Hamınıza salam əziz dostlar. Kanalıma və videoma xoş gəlmisiniz. Necəsiz? Ümid edirəm ki, yaxşı olarsınız. Sizləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, 2026-cı il hamımız üçün düşər olar. Ən xoş xəbərləri, ən sevinəcəyimiz xəbərləri məhz bu ildə alarıq. Sizə can sağlığı, uzun ömür arzu edirəm. İndi keçək çoxdandır gözlədiyiniz Biz Bizə videosuna. Bəli, bunu mən də gözləyirdim. Çox gözləyirdim bu videonu. Sizə məlumdur ki, mən telefonumu uzun müddətdir keçirtmişdim. Hardasa 6 oktyabrdan bəri və bugün yandırmışam. Bir günlük. 21 dekabrda yandırmışdım. Sırf vlog çəkmək üçün. Bugün amma sırf vlog çəkmək üçün yox. Ümumən bir günlük yandırmışam. Bugün məsələn mesajlara geri dönüş elədim. Statuslara baxdım. Yəni bugün əməli başlı telefonumdan istifadə eləmişəm. Mən telefonumu söndürdükdən sonra mənə şərhlər gəldi. Hansı ki burada yerləşdirəcəm. Telefonumu niyə söndürmüşəm haqqında danışım istənildi. Danışım. Demək, telefonumu niyə söndürdüm? İlk öncə onu vurğulamaq istəyirəm ki, tamamilə öz vicdanım rahat olsun deyə. Yəni, burada heç bir kənardan müdaxilə yoxdur. Nə valideynim deməyib ki, telefonunu söndür, bu il imtahanım var. Nə evdən, yəni heç kim, nə müəllimlərindən deməyiblər, sən telefonu çox işlədirsən, belə elə, yox. Bir an durdum və qərar verdim ki, Banu, bugün telefonu söndürürsən və telefonu həyatından çıxardırsan. Bəli, eynən belə oldu. Bu qərarından çox mamam sevinmişdi. Telefonumu söndürməkdə əsas məqsədim öz vicdanım rahat olsun deyədir. Çünki mən, məsələn, müəyyən qədər bir bal topladım. Bunu telefondan istifadə edərək, sosial şəbəkələrdən istifadə edərək, sinif yoldaşlarımla falan yazışaraq, eləyərək bu formada yığmışam mən bu balı. Və yekunda mən belə eləyəcəm. O bal istəyir lap yüksək bir bal olsun, lap aşağı bir bal olsun, yəni orta bir bal olsun. Ya nə bilim, bəlkə də istədiyim yerə düşəcək bir bal olsun və ya düşməyəcək, fərq yoxdur. O balın nə qədər olduğundan asılı olmayaraq mən belə eləyəcəm. Daha çox yığa bilərdim, telefonla istifadə eləməsəydim, başımı qatmasaydım, belə eləməsəydim daha çox bal yığa bilərdim. Bu, mən özümə yetərsizlik duyğusu var. O duyğuya bürünəcəkdim tamamilə. Ona görə də dedim ki, bəri başdan vicdanımı rahat edeyim. Məsələn, indi mən nə qədər bal toplasam da, deyəcəm ki, yəni mənim qarşımda heç bir maneə yox idi, heç bir sədd yox idi. Deməyəcəm ki, məsələn, telefonda oturub kinoya baxdığım vaxtı dərs eləyə. Bu sözləri deməyəcəm. Buna görə vicdanım rahat olacaq. Əsasən, yəni özümə görə vicdanım rahat olsun deyə. Məsələn, həmin balı toplayayım, amma deyəcəm ki, ən azından qarşımda heç bir maneə olmadan nəyə qadirəmsə, o balı da topladım da, yəni. Ona görə telefonla arama böyük bir sədd çəkdik. Mən yuxarıda ana kutum var, xatirə kutum. Onun ən dərinliklərinə qoymuşdum telefonumu və xatirə qutusu olan qızlar da bilər ki, o qutunu açmaq asan deyil. Telefonumu yəni bu səbəblərdən dolayı söndürdüm. Peşmanam mı? Peşman deyiləm. Çətin oldu mu? Olmadı. Qram olmadı. Telefonumu bugün söndürdüm və həyatımda heç o yoxmuşcasına davam elədim. Heç çətin olmadı. Yəni, nələrdənsə vaz keçmək mənim üçün çətin deyil. Bəli. Çətin olmadı. Yəni sosial şəbəkə hesablarım üçün sosialdan ötürü darıxdım mı? Darıxdım. Mənim elə dostlarım var ki, məsələn, Bakıdadırlar. Onlarla yalnız telefonla əlaqəmiz var. Bəli. Onlardan da ötürü darıxdım. Yəni, sırf telefondan danışdığım dostlarımla əlaqəm kəsildi. Onlarla da gərək arada yada salım özümü. Mən biraz bilirsiniz necəyəm, çox sosial insanam, həqiqətən sosial insanam. Yəni YouTube, sosial şəbəkələr, bunlar bir kənara. WhatsAppda, kontaktımla, qohumlarla, yəni yaşıtlarıma baxıram, mən kimi deyil. Nətər sosialam? Belə, birazdan ailəm də baxacaq yəni bu videoya, yəni deyəcəklər, sən sosialsan. Yox,
Mən necə sosialam? Həmyaşıdlarımla çox tez qaynaşıram, çox tez sosial oluram, hər şeydən söhbət edə bilərik. Yəni bir anda heç tanımadığım insanla dost ola bilərəm. Bu baxımdan sosialam. Hə, amma qohumlar gələndə falan çox belə sakit danışmıram, amma biraz da açılışandan sonra bəli, dəhşət sosial birisi oluram. Mən sinif yoldaşlarım, məşğələ yoldaşlarım falan bilər ki, yəni mən dəhşət sosial birisiyəm, dəhşət danışan birisiyəm, söhbət eləməyi sevən birisiyəm və bunu telefonda da eləyirəm. Yəni mən telefonumu işlədəndə WhatsApp-da nə qədər durar bir insan, o qədər durardım, yəni dururdum da yəni. Yayda məsələn mən telefona baxmaq vaxtım dəhşət çox idi. Dəhşət çox idi. Nətər kinolara da baxırdım yayda. Açıq deyim, yalan deməyim. Mən ümumən bu il abituriyent nə etməli deyilsə hamısını eləmişəm. Yayda kinolara baxmışam. Düzdür, yayda baxmışam. O baxımdan plusdur da, yəni ən azından hazırlıqlar olan vaxt baxmamışam. Amma yəni baxmışam da. Məsələn beynimin bir köşəsində məsələn indi təzə kinolar çıxır. Hamı baxır, ürəyim yanır, parçalanır. Mən məsələn kinoya baxmağa, yemək yeyə, nəyəsə baxmağa çox sevən birisiyəm. Amma məsələn telefonu buraxandan sonra heç elə bir şey olmayıb da. Yəni yeməmi yeyirəm, dururam. Nətər olur bilmirəm. Amma olurmuş da demək ki. Ondan sonra mən yenə deyirəm, sosialda olan dostlarımla əlaqəm kəsildi. Nəysə. Halbuki yəni kəsilməsi daha yaxşı olardı. Yəni telefon da əslində olmasa da olur. Amma olsa lap yaxşıdır. Məsələn, telefonumu qayıtmaq istəyirəmmi? Bəli, 4 gözlə gözləyirəm. İmtahanlarım qutarsın, mən telefonuma, sosiala qayıdım. Bəli, bu anı gözləyirəm. Yalan deməyəcəm. İstəyirəm. İstəyirəm sosial şəbəkə hesablarımı. Niyə istəməyim yəni? Və mən özümü tapmışam artıq. Məsələn, telefonumu buraxandan sonra mən nə etdim? Artıq abituriyent olaraq yəni normalda 2 ay yarıma 2 kitab oxumaq asan deyil məncə bir abituriyent üçün. Düz demirəm deyəsən. Hə. Yəni bir abituriyent üçün 2 ay yarıma 2 kitab oxumaq normal deyil. Yəni o qədər dərsimiz var da. Yəni telefon işlədən abituriyent üçün. Amma mən telefonumu həyatımdan çıxardığım üçün o qədər boşluğa düşdüm ki, yəni boş, bekar ləqəbini alacaqdım az qalsın özümə. Bəli, 2 kitab oxudum. Mən Əjdə Hasan kitabını oxudum. Kitabların şəkillərini də bura yerləşdirəcəm. Bir də Atama məktub. Kafkanın Atama məktub kitabını oxudum. Ataya məktub kitabı. Hə, ikisini də üz qabaqlarını yerləşdirəcəm. Maraqlı kitablar idi. Instagramda storyimdə o kitablar haqqında fikirlərimi bölüşəcəm. Amma Instagram storyimdə bölüşəcəm bunu. Məni Instagramdan takip edə bilərsiniz. Çox məmnun olaram. Çünki mən telefonda olmadığım müddətdə 500-ə qədər qaldırdığım izləyici sayım 480-ə qədər düşdü. Bəli. Çox sağ olun yəni. Mən gördünüz ki, yoxam. Hamı followdan çıxdı, unfollow elədi məni. Neysə ki. Hesabımdan da yerləşdirəcəm. Oradan məni takip edə bilərsiniz. Və sonra nədən danışaq? Abituriyent olmaq, abituriyentlik. Necə gedir uşaqlar abituriyent olmaq? Məndə çox pis gedir. Yox, pis gedir deyib özümü mənfiyə yükləmək istəmirəm. Yaxşıdır hər şey. Yaxşı olmağa çalışırıq. Yəni qətiyyən ruhdan düşmürük. Daha yaxşı olacaq. Əmin olun. Hazırlıqlar falan yorurmu? Yorur. Bəli, yorur. Çox yorur. Dərs oxuyuruq. Amma bir şey var ki, dərs oxumağı artıq adam xoşlayır. Elə şirin gəlir adama dərs oxumaq. Amma baxır hansı dərs oxumaqda, yəni. Nəysə, oturub trigonometri həll eləmək mənə şirin gələs deyil ki, yəni. Bugün pozitiv günündəyəm. Ona görə pozitiv danışıram. Deyirəm. O dəfə video paylaşdım 21 dekabr. Bir günlüyünə abituriyent olduğumuzu unduruq. Bəli, dərs-sərli undurduq. Ta ki evə qaydana qədər. Evə qaydanda uşaqlar sabah hazırlıqlarını eləmişsiniz falan düşüncələrinə qapıldıq. Yolda da ağlaşmalı mahnılarla ağlaşa evə qayıtdıq. Sonra səhərsi hazırlıq günündə hazırlaşdıq. Bəli, bu. Abituriyent olmaq bundan ibarətdir. Getdik, gəzdik, amma yolda, qaydanda, artıq dönüşdə dərslər, imtahan, havasına qaynadıq. Oysa ki, söz vermişdik ki, o gün imtahanı, dərsi ağlımızdan çıxaracaq. Oldu mu? Olmadı. Çünki abituriyentik yəni. Abituriyentik mümkün deyil. Bizim həyatımızın bir parçası da artıq o. Neysə, imtahanları verib canımın qurtulacağı günlər 4 gözlə gözləyirəm. 4 gözlə. İnşallah ki, yaxşı formada bitər.
Çox sual verirlər mənə. İxtisas seçimi düşünmüsənmi? Nə istəyirsən? Hansı peşəni? Kim olmaq istəyirsən? Nə olmaq istəyirsən? Düşünməmişəm. Uşaqlar, düşünmürəm. Yox, ağlımda var. Var ağlımda fikirlər, təbii ki də. Olmasa olmaz da, yəni. Amma o fikirləri kimləsə bölüşürəmmi? Xeyr. Heç mamamla belə bölüşmürəm. Yəni sizə məsləhət görə bilərəm ki, bir bacı kimi ağlınızda olan fikirləri, nə olmaq istəyirsinizsə, kim olmaq istəyirsinizsə, fikirləriniz nədir, planlarınız nədir? Heç kimlə, heç evdəkilərlə belə bölüşməyin. Olduğu müddətcə gözləyin, olsun, ondan sonra baxarsınız, sonra daha yaxşı olacaq. Sizə məsləhət budur, yəni, məndən. Dərs eləmə metodları. Dərsimi elədiyim bir planım yoxdur. Mən yenə də planla çalışmağa başlamamışam. Bəli, başlaya bilmirəm çünki. Fok vurub elə bir başım. Mən hələ də planlı formada dərs çalışmağa başlamamışam. Məsələn, sabah var mənim hazırım, tarix hazırım, Azərbaycan dili hazırım. Məsələn, də var. Mən başlayıram, tariximi oxuyuram bir dəfə. Sonra Azərbaycan dili testi yazıram. Sonra təzədən tarixi oxuyuram. Sonra Azərbaycan dilini qayda oxuyuram. Sonra təzədən tarixi oxuyuram. Amma Azərbaycan dilini oxumuram. Azərbaycan dili qutarda, yəni, belə, bu formada hazırlaşıram. Yəni, planlı şəkildə demirəm ki, bugün falan qədər test edəcəm, falan qədər. Qətiyyən mənim planım yoxdur. Planlı şəkildə hazırlaşa bilmirəm və riyaziyyatda hələ də toparlaya bilməmişəm. Allaha pənah, gedirik görək. Mən aşacağam. 3-cü qrup olmaq bərbaddır. Çox bərbad bir şeydir. 3-cü qrup olmuyor uşaqlar. Yəni, olmuyor. Nəyə lazımdır axı? Ən lazımsız qruplardan biri. Yəni, o qədər insan 3-cü qrupa verir işini. Amma Allaha pənah, gedirik. Nə oldu? Hara düşəcək? Nə edəcək? Çox şübhəlidir. Şübhəli. Bu arada mənə jurnalistikanı yaraşdıranlar var. Çox istəyirəm uşaqlar. Mən səhnə adamı olmaq istəyirəm. Abituriyentlər haqqında cəmaət nə deyər? Cəmaət nə deyər? Abituriyentlər haqqında. Bəli, artıq cəmaət abituriyentlərə də qarışır. Abituriyentlərə, bizə qarışırlar uşaqlar. Cəmaət bizə qarışır. Cəmaət, xahiş edirəm, işiniz gücünüz yoxdur. Biz abituriyentlər bilmirik demə hazırlaşaq. Bilmirik ailə ilə mi dolanaq, bilmirik məktəblə mi dolanaq, bilmirik dostlarımızla mı yola gedək, bilmirik imtahanla, bilmirik falan dərs, bu, riyaziyyat, en qədər dərs və biz aciz qalmışıq. Hər şey bizim üstümüzə gəlir. Cəmaət, fərqindəsiniz, bir də siz gəlməyin, nə olar? Yəni, bilirsiniz də mən də deyirəm cəmaət. Məsələn, şu an biri deyir ki, məsələn, tanıdıqlarından var da, yəni, fakt var. Mən aktrisa olmaq istəyirəm. Deyən, məsələn, bir tanışım var. X adlı bir tanışım var. Deyir, mən aktrisa olmaq istəyirəm. Amma ola bilmir. Niyə? Həmin X adlı adamın çox gözəl bacarığı var aktrisalığa. Çox gözəl yaddaşı var. Çox gözəl nitqi var. Amma gəl ki, ailədə o bacarığı görəcək bir adam yoxdur. Ətrafda o bacarığı görəcəyi bir adam yoxdur. Onun bu fikrini dəstəkləyəcək bir adam yoxdur. Bəli. Və cəmaət nə deyər fikri ilə də o qalır belə. Görəsən, mən aktrisa olsam, cəmaət mənə nə deyər? Deyəcək ki, oxumağa beyni çatmadı, oxumağa gücü çatmadı, getdi aktrisa oldu. Xeyr, mən bu fikirlə razılaşmam. Bu arada uşaqlar, yəni mən aktrisa olmağa çox gözəl baxıram, çünki mən də xəyallarımdan biri olub. Ümumən, bunu vurğulamaq istəyirəm ki, məsələn, mən səhnə adamı olmağı çox istəmişəm. Yəni, hətta balaca vaxtı, mən uşaq vaxtı hind rəqsləri falan edirdim. Özüm üçün də, yəni, öyrənirdim, eləyirdim falan. Çox istəmişəm. O vaxtı ağlımdan keçib, özümü səhnədə təsəvvür eləmişəm. Rəqqasə kimi də təsəvvür eləmişəm mən özümü. Ondan sonra jurnalist kimi təsəvvür eləyirəm indi də. Ondan sonra aktrisa olmağı da düşünmüşəm, istəmişəm. Hətta bir dəfə kinolar, serialların birində çox köməkçi rol kimi, yəni varla yox arasında varla yox arasında bir rol kimi çıxmışam da, hətta səhnə deməyim də kinoların birində olmuşam da, yəni. Amma çox sevmişəm. Amma orada da ürəyim istəyən kimi hərəkət eləyə bilməmişəm. Yoxsa mən bəlkə də baş rol falan da olardım. Bu qızı itirməzdilər, o rejissorlar itirməzdilər. Amma təbii ki, mamamla getmişdim. Mamam da
dayanmadan buydu baxın mamam. Onsuz da sən aktrisalıq istəmirsən ki, yəni istəsən də artıq yəni bunu deyərək sənin qarşını alır. Mama, yəni fakt da, yəni düzləri danışırıq. Yəni belə idi mamam. Neynirsən, görürsən necə çətindir. Bir şeyi 5 dəfə 1000 dəfə çəkirlər bir səhnəni. Adicə belə getdiniz, onu 10 dəfə çəkdilər. Görürsən də necə çətindir. Mamam yəni qarşısına almağa çalışırdı. Çox sağ ol mama. Sevirəm, tanınmağı sevirəm. Bəlkə də ona görə nə vaxtsa da əlimə kamera alıb video çəkməyə başlamışam yəni. Bu da mənim səhnə sevgimdən dolayı gəlir də, yəni səhnəni sevirəm, tanınmağı sevirəm. Hə, istəyirəm ki, kimlərsə də Banudan yəni təsir alıb bir işi görsünlər, Banudan örnək alsınlar, Banudan nümunə götürsünlər. Bəli, bunu çox sevirəm. Bəli, istəyirəm də ki, nə vaxtsa da həqiqətən də kimlərsə də Banudan nümunə örnək alıb nə isə eləsinlər, bir yerlərə varsınlar. Hə, bu mənim ən böyük arzularımdan biri olar. Var, bəli, düzdür. Amma yəni səhnə adamı olmaq bir başqadır. Səhnə adamı olmağı çox arzulamışam, çox istəmişəm. Bəlkə də bilmirəm, jurnalistikaya verəcəmsə də, jurnalistikanı da yazacağamsa da, bəlkə də o səhnə adamı olmaq mənə də qismət olacaq. Tam bilmirəm. Amma hal-hazırda YouTube hobi kimidir. Hobbimdir. Hə, yəni özümü həmişə səhnədə təsəvvür eləmişəm. Mən hətta belə necə deyərlər, yuxularımda falan da səhnədə danışdığım anları görürdüm. Görürəm də hətta. Hə, yəni o deməkdir ki, bu sözümü nəyə gətirmək istəyirəm? Sözümün canı ondadır ki, yəni cəmaət nə deyərdən qorxmayın. Aktrisalıq bacarığınız var, aktyor olmaq istəyirsiniz, aktris olmaq istəyirsiniz, gedin olun. O cəmaət bir gün danışacaq, 2 gün danışacaq, 3 gün danışacaq. Amma ömrünün sonuna kimi sizdən danışmayacaqlar. Unudacaqlar da, hə, ya filan kəsin qızı ya da filan kəsin uşağı getdi, aktris oldu, belə elədi, elə elədi. Onu bir həftə danışsınlar maksimum. Hə, sonra, məsələn, fikir verin, müəyyən bir dövrdə danışılan qloballaşmış məsələlərin indi hansı qlobalcasına ortadadır? Heç biri. Hətta o qədər unudulmuş temalar var ki, mən məsələn vaxtı ikən deyirdim ki, bu məsələ unudulmayacaqdır. Bu hardasa getdi neçə il danışılacaq, yox danışılmır. Müəyyən maksimum bir ayda, yəni. Sonra danışmayacaqlar sizdən. Sonra siz pulunuzu qazanacaqsınız, sonra siz özünüz xoşbəxt həyatınızı quracaqsınız və insanlar artıq sizin yeni halınıza baxacaqlar. Siz tanınacaqsınız, tanınmış halınıza baxacaqlar və əmin olun ki, filan kəsin qızı aktyor oldu, aktris oldu deyənlərin uşaqları sizlərlə şəkil çəkdirmək istəyəcək. Uşaqları olmasın, özləri olsun. Siz artıq məşhursunuz, tanınmışsınız. Yəni səhnə adamı olmaq istəyənlər də, səhnəyə meyl eləyənlər də gerdə durmayın. Yəni niyə durursunuz? Sonra nə demək istəyirəm? Cəmaət nə deyərdən, yəni yayın. Sonra qadın peşələri deyib, peşədə də artıq cinsiyyət ayrımcılığı yol verirlər ki, qadının peşəsi ayrıdır, kişinin peşəsi ayrıdır, qadın ki müəllimlikdir. Mən buna razılaşmıram. Peşələrdə, yəni o peşələr çıxanda deyilməyib ki, ancaq qadın ancaq müəllim ola bilər, qadın ancaq falan şey ola bilər, qadın. Məncə bu peşələr yarananda bu fikirlər səslənməyib deyə düşünürəm. Yəni, bu da cəmaət nə deyən arasındadır. Ona görə də narahat olmayın uşaqlar. Nə vaxtsa ki, deyilsə ki, rəsmi şəkildə, qərar şəklində, qanun şəklində deyilsə ki, qadın ancaq müəllimlik eləyə bilər, qadın ancaq falan şey eləyə bilər. Yəni, bu peşə qızın peşəsi deyil. Bir qız, bir qadın o peşədə çalışmamalıdır deyilsə, hə, onda geri durarsınız. İmtahan. İmtahanlar artıq bizi zəbt eləyib, imtahanlar artıq bizi belə bilirsiniz. Bir dəqiqə. Məsələn, bu olsun Banu. Məsələn, bu şagird, abituriyent. Bu eynən baxın bu formadadır deyə düşünürəm. Bu şagirddir, abituriyentdir bu. Bu abituriyentdir. İmtahan, ailə baskısı, cəmaət, ondan sonra gələcək qayğısı, mən bacaracağam mı, bacarmayacağam mı falan düşüncələri. Yəni, eynən bu halda bizi sarıb sarmalayıb bu şəkil. Yəni,
Biz yazıq, sıxılmışıq bu düşüncələrin, bu varlıqların arasında. Uşaqlar, fikirləşdim də, yəni həmişə biz bizə də, mən danışası deyiləm ki, yəni nə mən də, mən tövsiyələr falan yiyəs deyiləm ki, sizin də tövsiyələrinizə ehtiyacım var. Planlı çalışmam üçün nə edə bilərəm? Xahiş edirəm şərhlərdə mənə yazın, kömək eləyin, tövsiyə verin. Yəni mən planlı şəkildə çalışa bilmirəm. Qətiyyən bilmirəm. Həqiqətən bilmirəm. Planlı şəkildə çalışamıram. Yəni konkret plan və mən yəni alınmır. Bu arada riyaziyyatı gözəl olan mükəmməl insanlar, sizlərdən də tövsiyələr istəyirəm. Şərhlərdə mütləq. Qalan 2 ay müddətində riyaziyyatımı necə yaxşılaşdıra bilərəm haqqında mənə tövsiyələr versəz, çox şad olaram. Həqiqətən riyaziyyat məncə çoxumuzun yaralı yerdir. Bayağı yaralı yerdir. Hətta şikəst yeridir deyə bilərəm. Riyaziyyat əslində məncə imtahanı o qədər də çətin düşmür və ya düşməməlidir, amma bilmirəm, yəni riyaziyyat amma hamımızın qorxulu yeridir. Bunu bilirəm. Bunu dəqiq bilirəm. Və sınaqlarda həqiqətən riyaziyyat çox çətin düşür. OTK sınağına baxdım. Bu il 11-ci sinif olmaq o demək deyil ki, yəni bu il ancaq başımızı kitabdan qaldırmadan oxumalıyıq. Ya, məncə bunu eləməməliyik. Bu il elə bir ildir ki, biz incə nöqtəyə belə fikir verməliyik ki, bunun mənə psixoloji cəhətdən də təsiri olacaqmı? Mənfi təsiri olacaqmı? Bu arada imtahana hazırlaşan yoldaşlarım, sağlamlığınıza bir nömrəli fikir verin. Bunu dedi. Qətiyyən sağlamlığa baxmayan Banu, amma bəli, artıq ağlamışam. Yeməyinizi, içməyinizi fikir verin uşaqlar. Bayram ərəfəsidir. Yaxşı yeyin. Tətildir. Məncə bütün hazırlıqlarda tətil verilir. Doyunca oxuyun. Doyunca yeyin. Çoxlu oxuyun. Bəli. Amma tətili də boşa xərcləməyin. Mən həqiqətən, bilirsiniz, abituriyentlik elə bir şeydir ki, boş dayandığın zaman belə adam özünü günahkar hiss edir. Yəni oxuyan da ən azından hansısa bir məqsəd çabası olan adamdan gedir söhbət. Həqiqətən adam özünü günahkar hiss edir boş duranda. Ayda mən indi heç nə eləmədim. Oyda. Mən məsələn bilirsiniz, psixoloji baxımdan özümü yetərsiz hiss edirəm. Bu il nəsə məndə belə bir hiss var. Məsələn, mən oturum bu videonu çəkirəm hal-hazırda və düşünürəm ki, mən bu videonu çəkəndə kimsə dərs eləyir və o dərs eləyən adam məndən qat-qat qabağa gedəcək. Bu psixologiyadayam deyə çox pis bir şeydir bu. Çox pis bir şeydir və mən özümü bu psixologiyadan arındırmağa çalışıram. Yox, bana elə bir şey yoxdur. Sən heç kimdən özünü müqayisə eləmə falan, amma mümkün deyil. Yəni, mümkün deyil. Mən özümü həqiqətən də özümü bu il çox yıpranmış hiss edirəm. Niyə? Çünki başqalarına çox fikir verirəm. Ayda, mən bu formada oxumuram. Məsələn, kiməsə gedirəm, deyirəm ki, sınaqdan neçə yazmısan? O məndən məsələn biraz artıq yazsın. Depressiya. Ayda, mən neynirəm ki, mən o balı yığanmıram? Məsələn. Yəni, oluram da, fakt oluram da. Yəni, bizim abituriyent olmağımız, yəni, bunun özü bir məsuliyyətdir, bir yükdür. Yəni, məsələn, mən həqiqətən də çox qısılıram. Özümdən misal göstərirəm ki, mən beləyəm, siz də olmayın. Bilmədim nələrdən danışdım. Hər şeydən danışmağa çalışdım. Abituriyentlər üçün lazım olacaq. Hər şeydən danışmağa çalışdım. Və istəyirəm ki, biz abituriyentlər həyatımızı məhv eləməyək. Bəli, bu imtahandır, gələcək, keçəcək və unudulacaq. Kimsə sizin balınızı ömrünüzün axırına qədər danışmayacaq. Kimsə sizə deməyəcək ki, falan 50 il bundan qabaq sən imtahana girmişdin, necə oldu? Deməyəcək. Nə də nəvələriniz falan sizdən onu soruşmayacaq. Nə uşağınız da soruşmayacaq. Yəni, mən soruşmamışam valideynimdən, nənəmdən, babamdan. Heç birindən soruşmamışam. Yəni, sizdən soruşulmayacaq bunlar. O qədər də məna kəsb eləmir. Okey, sizin taleyinizi həll edir. Okey, sizin bir yerə varmağınız üçün
qalxacağınız pilləkəndir. Okey, bunlarla razılaşıram. Amma bunun da o tərəfini də fikirləşin də. Yəni hər şey gözlədiyimiz kimi getmir axı bəzən. Hər şey gözlədiyimizdən fərqli də gedə bilər. Yəni dəyişə bilər. Mən gözləyirəm ki, falan qədər bal yığacağam. Gəl bu balı yığmaya bilərəm də. Çünki bu bizim əlimizdə olan bir şey deyil. Bunun içərisində biraz şans da var. Bunun içərisində biraz nə bilim fərqli ünsürlər, təkcə bizdən asılı bir şey deyil. Bizdən nə vaxta kimi asılıdır? Biz imtahanı baxın, indi bizdən asılıdır. İndi nə qədər ki çalışacağıq, bu bizdən asılı olan hissəsidir. Amma gedirik, o imtahanı veririk. Ondan sonra bizdən asılı deyil, yəni orada gələcək bal səndən məndən asılı deyil, yəni hər şey gələ bilər, hər şey çıxa bilər oradan, yəni. Yəni ki, amma oradan da nə qədər nə çıxsa da o sizin sağlamlığınıza, o sizin psixologiyanıza, o sizin həyatınıza pis təsir eləməsin. Bir yerə varacaqsınız onsuz da. Elə də belə də varacaqsınız. Fərasəti olan insan, savadı olmayan o qədər insan var ki, düz deyil, savadlı olub fərasətli olsaq daha yaxşıdır, hər ikisindən də olsa. Amma olmasa da olur da, yəni həyat bir şəkildə davam eləyir. Nə də olmasa həyat davam eləyir. Həyat ehtimalla da davam eləyir. Heç nə bizi bizdən almasın. Ümid edirəm nə demək istədiyimi sizə çatdıra bilirəm. Yəni düşünürəm ki, yaxşı olacaq hər şey. Ümid edirəm videom xoşunuza gələr, sizə təsir eləyər. Yəni qarşılıqlı ünsiyyətdə olduğumuzu düşünün. Mən çünki bu videonu çəkəndə elə düşünürəm və kiməsə fikirlərimi danışırammış kimi hiss edirəm. Orada özümə baxıram. Amma özümlə danışıram da. Mən şəxsən normalda da özümlə danışan birisiyəm. Keçirəm kameranın qarşısına. Kamera olmasın, elə belə düzgün qabağına danışıram özüm üçün. Deyəsəm, psixologiyam yaxşı deyil. Neysə. Yəni, belə. Ümid edirəm danışdıqlarım nə vaxtsa da lazım olar, ya da xeyrinə olar. Nəsə də təsir eləyər, ehtiyacın olar. Hər an buradayam. Deyirəm ki, çıxdığım bu yolda az maniyəyə rast gələrsən. Maniyyə rast gəlmərsən deməyəcəm, çünki hamımız maniyə görməliyik. Bu qaydadır, bu qanundur. Hər yolun çətinliyi olur. Ümid edirəm ki, bu yolda çətinliklərə dözəcək qədər gücün olar və çətinliyin də az olar. Elə isə kanalıma hələ də abunə deyilsinizsə, abunə olmağı, videoma like atmağı və sevdiklərinizlə, yaxınlarınızla bölüşməyi unutmayın. Sağ olun, salamat qalın.